Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Biz Salihlərin Baxsası kitabında 32-ci bölümü davam edirik. Müsəlmanların zəiflərinin, fəqirlərinin və tanınmayanlarının fəziləti bölümüdür. Və biz burada ikinci səfər bir ayə oxuduq, ikinci dərsdə və bir hədis oxuduq. Və ikinci hədisi müəllif rəhməllah burada gətirir. An Əbil Abbas. Əbil Abbasdan gələn Səhl ibn Sa'd-ı-Sa'idi radiyallahu anhu demiştir. Bir kişi Peyğəmbər sallallahu aleyhi ve sellemin yanından keçir. Fəqalə li-rəculin indahu calis. Peyğəmbər sallallahu aleyhi ve sellem onun yanında oturan kişiyə deyir ki, Mə rəykə fi hədə? Bu kişi barəsində rəyin nədir? Yəni, nə deyə bilərsən bu kişi barəsində? O da deyir ki, bu insanların ən şərəflisidir. Yəni, şərəflilərindəndir insanların. Hədə vallahi həriyun in xatabə. And içir ki, bu haqlıdır ki, əgər kiməsə elçi düşərsə də nikah bağlanırlar bununla. Yəni, haqlıdır, şərəflidir, insanların şərəflisidir. Əgər kiməsə şəfayətçilik eləsə, vahisçilik eləsə, vahisçiliyi götürürlər bunu. Yəni, qəbul olunur. Resulullah sallallahu aleyhi ve sellem sakit durur. Bu insan danışanda Resulullah sallallahu aleyhi ve sellem sakit durur. Sonra başka bir kişi keçir. Bir kişi onların yanından keçəndə gene Peyğəmbər sallallahu aleyhi ve sellem onun yanında oturan kişiyə deyir ki, bu kişi barəsində nə deyə bilərsən? Yəni, bunun barəsində rəyin nədir sənin? Sual verir. O da deyir ki, Allahın Resulü, bu kişi müsəlmanların fəqirlərindəndir. Kasıb müsəlmanlardandır yəni. Bu kişi haqlıdır, yəni elçi düşməyə, amma heç kim bundan nikah bağlamaz. Heç kim bundan nikah bağlamaz. Yəni, kasıb olduğu üçün heç kim qızını verməz də buna, yəni, o mənada. Kim məsələ vahisçilik eləsə, şəfayətçilik eləsə, şəfayətçiliyi götürülməz bunu. Heç kim yəni qəbul etməz. Əgər bir söz desə, sözünə qulaq asılmaz. Yəni, kasıbdır deyə. Söz deyil, sözünə qulaq asılmır. Allah Resulü sallallahu aleyhi deyir. Deyir ki, Hədə xeyrun min mələ'il ardı mislə hədə. Deyir ki, bu yer üzündə o toplum ki var, olan toplumlar ki var, vəzifəli, şərəflidir, onlardan xeyirlidir deyil bu. Kasıbdan söhbət edir. Hədisi Buxari Müslim rəvayət eləmişdir. İbn-i Useymin rəhməhullah şərhdə deyir ki, müəllif rəhməhullah bu hədisi nəql edir Sa'd-ı-Sa'didən rəhməhullah radiyallahu anhudan və qissəni danışır, bir kişi keçir və o kişi barəsində Peyğəmbər sallallahu əleyhi və səlləm soruşur, deyirlər bu ən şərəflisidir. Necə ki hədisdə keçir. Yəni kiməsə elçi düşsə nikah bağlanır, kiməsə şəfayətçilik eləsə şəfayəti götürürlər. Sonra başqa bir kişi keçir və o bildirir ki, müsəlmanların zəiflərindəndir o. Yəni o elçi düşsə ona heç kim nikah bağlamaz və yaxud da ki şəfayətçilik eləsə şəfayəti götürülməz, söz desə sözü eşidilməz. Yəni bu iki kişi də onlardan biri bir qövmün ən şərəflisidir. Yəni onun o qövmün içində sözü var. Danışanda danışana cavab verir. Yəni deyək ki, məsəl üçün gedir ki, məsəl elçi düşür, daha verin bu mükəmməl adamdır, şərəfli adamdır, məsəl üçün qövmün başçılarından, məsəl üçün şərəflərindən də verin. Söz danışanda sözünə qulaq asılır. İkinci isə əksi, müsəlmanların, insanların zəiflərindəndir, qiyməti yoxdur, belə deyək. Yəni topluma görə, insanlar yanında qiyməti yoxdur. Əgər gedib kimdən istəsə nikah bağlamaq, elçi düşsə, ona cavab verilməz. Əşi yox, bu kasıb onun nəyə var ki, heç nə verməzlər qızına. Şəfayətçilik eləsə, şəfayəti götürülməz. Yəni vasitəçilik eləsə kiməsə, söz danışsa, sözünə qulaq asmazlar. Peyğəmbər sallallahu deyir ki, bu kişi, o şərəfli dediyinizdən daha xeyirlidir. Yəni Allah yanında daha xeyirlidir. Daha xeyirlidir. Yəni Allah yanında. Yəni bu yer üzündə bu kişi ki vardı, şərəfli, qövmün içində öz vəzifəsi zadı var idi. Yəni Allah yanında o kəsdən nədir? Sevimlidir. Çünki Allah Subhanahu taala insanın nə şərəfinə, belə şərəf dedikdə burada qəsd bizim dildə başa düşülən şərəf yox, yəni şöhrətlisindən söhbət gedir. Yəni bu söz sahibi öz bir imkanı var, vəzifəsi var. Allah təala nə buna baxır, nə vəzifəyə baxır, nə mala baxır, nə nəslə köşə baxır, filan nəsildən. Bu şeylər Allah təala baxmır. Nə insanın geyiminə baxır, nə mənəvinə baxır, nə yaşadığı mənzilə baxır. Bu şeylər Allah təala baxmır yəni. Allah təala insanın qəlbinə və əməlinə baxır. Qəlbinə və əməlinə baxır. Əgər qəlb salamat olarsa da, özü ilə insan Allah arasında qəlbi salamatdırsa da Allah'a dönəcəkdir.
ve Allah'a zikredenlerden olacaqdır, Allah'tan qorxacaqdır ve Allah'a zəlil olacaqdır, belə deyək, itaat edəcəkdir. Elə əməl edəcəkdir ki, Allah ondan razı olsun, Allah'a razı salacağı əməllər edəcəkdir. Bu da Kerim Allah yanında ikramlı olan da budur, bu kəsdir. İkramlı olan da bu kəsdir. Yani bunun Allah yanında ne var? Derecesi vardır. Bu Peygamber sallallahu aleyhi demişti geçen hadiste, bundan qabaq bir hadise dedi ki, bu kəs Allah'a and içsə, and içdiyi şeyi Allah Teala satlaşdırır. Allah'a and içir ki, yani falan şey mesela olmayacaq və falan şey olacaq məsəl üçün. O qədər Allah'a inanır ki, ümidi böyükdür ki, and içəndə yəni ümid bəsləyərək and içir. Ona göre de Allah Teala onu and istediği şeyi satlaştırır. Sübhanallah. Bu hadisten büyük bir fayda götürülüyor. Bu fayda nedir? Bir kişi ola bilsin ki dünyada onun uca bir məqamı var, mənzili var. Lakin Allah yanında heç bir qədri yoxdur. Baxın. Yəni insanlar içində vəzifəsi, şanı, şöhrəti, malı olan hörmətli bir kəs Allah yanında heç nədir. Allah yanında heç bir qədri olmaya bilər. Ola bilsin ki onun büyük bir mərtəbəsi var dünyada. Amma yaxşı. Ola bilsin ki bunun gene de büyük mərtəbəsi ola bilər, amma insanlar yanında da qiyməti olmaya bilər. Belə də ola bilər. Düzdürmü? Və huve indəllah xeyrun min kəsir mimmen siva. Həmçinin o kasıb olan kəs, ola bilsin ki onun mərtəbəsi aşağı ola bilər. İnsanlar yanında qiyməti olmaya bilər. Belə bir insan ola bilər. Yəni bu cəmiyyət bunun üzərində gedir demişəm. İnsanın ən birinci geyiminə, keçiminə, maşınına, evinə, belə şeylərə baxırlar. Bu şeylərə görə insana qiymət verirlər. Bu cəmiyyət onun belə bir cəmiyyət. Yəni insan bəşər təbiətindən söhbət gedir də. Yəni Allah Subhanahu taala yanında qiymətli olan kəs ola bilsin ki, insanlar yanında aşağı ola bilər. Yəni burada söhbət nədən gedir? Bölümün də ondan ibarət idi ki, müsəlmanların zəiflərinin, kasıblarının, fəqirlərinin və bilinməyən, tanınmayanlarının fəzilətindən söhbət gedir ki, yəni bax bu insan tanınmırdı, və ya da tanındı dilər ki, bu malı zadı yoxdur, kasıb adamdır. Şeydir, vasitəçilikdir, vasitəçilik götürülmür. Nikah gedib kiməsə düşür, qız vermirlər. Beləncə nə edir? Barəsində danışırlar bunu. Amma Allah yanında bunun böyük qədri vardır. Allah Teala'dan istəyirəm ki, bizləri və sizləri onun yanında vəzifəsi uca olanlardan, hörməti uca olanlardan etsin. Bizləri və sizləri uca bir mənzildə etsin. Peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və salihlərlə. Gələn səbəb bu bölümdə inşallah 3-cü hədisi götürərək. Barakallahu fikum.